Hacıqabul rayonunda 32 yaşlı Əfqan qeyri-rəsmi münasibətdə olduğu əntiqəyə xəsarət yetirib. Hadisə 23 noyabr 2024-cü il gecə saat 4 radələrində Hacıqabul şəhərində cütlüyün birgə yaşadığı mənzildə baş verib. Mübahisəyə səbəb əntiqənin Əfqanın icazəsi olmadan işləməsi olub. Münaqişə zamanı Əfqan qadını sol qolundan bir dəfə, üzünün sol hissəsindən 2 dəfə dişləyib. Daha sonra onun boynundan və sağ qolundan sıxaraq burnuna yumruq vurub. Zərər çəkmiş qadın da onu itələyib. Əfqan ifadəsində bildirib ki, 27 avqust 2024-cü ildə Şirvanda araba hamamında əntiqə ilə tanış olub. Onun 2 övladı olduğunu bilib və Hacıqabulda onun evində birlikdə yaşamağa başlayıb. Təxminən 2 ay sonra əntiqə maddi çətinlik səbəbilə Şirvanda 001 kafedə işləməyə başlayıb. Əfqan isə buna etiraz edib və işdən çıxmasını tələb edib. 13 noyabrda kafedə mübahisə etdikdən sonra ayrılmaq qərarına gəliblər. Buna baxmayaraq Əfqan onu dəfələrlə axtarıb. 22 noyabrda isə kafenin qarşısında telefonunu alaraq evinə gedəcəyini bildirib. 23 noyabr gecəsi cütlük yenidən qarşılaşaraq evə gediblər və yenidən alovlanan mübahisə zorakılıqla nəticələnib. Əfqan Cinayət Məcəlləsinin 128-ci maddəsi ilə təqsirli bilinib. O daha sonra polisə şikayət edildiyini öyrənib, gizləndiyini və əvvəlki məhkumluqları səbəbilə qorxduğunu deyib. Hacıqabul rayon məhkəməsinin hökmü ilə ona 11 ay 26 gün azadlığın məhdudlaşdırılması cəzası verilib. Gecə saat 23:00-dan 07:00-dək evdən çıxmaq və Salyan rayonu ərazisini tərk etmək qadağan olunub. Elektron nəzarət vasitəsi tətbiq edilib. Cəzanın icrası Salyan rayon İcra və Probasiya şöbəsinə tapşırılıb.